qayda budur ki, müsəlmanların kəsdiyi ət yemək olar. O yerə ki, gedirsən, fərqi yoxdur, hara istəyirsən ged. O yerin əhalisi, cəmaatı, yaşadığı yer müsəlmanlardırsa, getmişəm səfərə müsəlmanlardır. Oradan ət alırsan, gətirib pişirib evdə yeyirsən. Olar, olmaz. Cavab budur ki, olar. Elə hamıya cəmaatı müşrik deyirlər, deyirlər, bunlardan ət almaq olmaz. Eşitmişsiniz? Belə deyirlər, bunlardan ət almaq olmaz. Bunlar müşrikdən ət almaq olmaz. Bunlar niyə müşrik oldu ki? Ona görə təkfirçilər bax belə eləyirlər. Gedirsən təkfirçilərin yanına, onlar söhbət edib danışanda deyirlər ki, bunlardan ət almaq olmaz. Onlar artıq bizim bu ölkəni, əhalini, cəmaatı kafir sayır. Müşrik görür hamını. Müşrik görür deyə deyir, ət almaq olmaz. Amma belə deyil. Bunlar müsəlmandırlar, bizim cəmaat müsəlmanlardır. Yəni əhali, ölkəmiz müsəlman ölkəsidir, yaşayanlar, insanlar müsəlmanlardır. Bunlardan ət alıb yemək olar, heç bir problem yoxdur, heç araşdırmırsan da. Yaxşı, yəni məsələ bu yerdədir. Yəni. Təkfirçilərin şübhəsidir o. Peyğəmbər sallallahu dövründə elə bir insan olub ki, namaz olmasın, oruc olmasın, amma Peyğəmbər sallallahu müsəlman adlanırsın. Yəni müsəlmandır. Biz baxmırıq Peyğəmbərin dövründə olub olmayıb. Əslində gərək buna baxmayasan. Yəni nəsə bir şeyi həll etmək istəyəndə, araşdırıb üzə çıxartmaq istəyəndə, ya baxaq görə Peyğəmbərin vaxtında olub olmayıb. Bu düzgün deyil. Bizə Peyğəmbərin vaxtı yox. Bizə şəriətin hökmü lazımdır. Peyğəmbərin vaxtında olsa da, olmasa da. Burada deyir, bəzi qardaşlar hər yerdən ət almırlar ki, bəlkə bismillah deməyib. Bu, bəlkələr olmasa yaxşı olar, deyə qardaşım. Bəlkə namaz qılmır. Bəlkə bıçağı əyri tutub, nə bilim, bəlkə qibləyə tərəf, bəlkə, görürsən, bəlkələr insanı aparır hara? Vəsvəsə xəstəliylə. Yadda saxlayın. İnsan hansı yerdə yaşayırsa, denəndə olar, əmin. İnsan hansı yerdə yaşayırsa, o yerin əhalisi müsəlmandırsa, oradan rahat şəkildə, yəni qəssablardan ət alıb yiyə bilər, soruşması da düzgün deyil. Bismillah dedin yoxsa yox. Rahat şəkildə ət alıb yiyə bilər, problem yoxdur qardaşım. Bir də deyirəm, insan yaşadığı yer, harada yaşayırsa, oranın əhalisi, insanlar yəni müsəlmandırsa, müsəlman diyarında yaşayırsa, orada soruşmur. Gəlib ət alanda, qardaş, bismillah demisən, yoxsa yox. Namaz qılırsan, yoxsa yox. Qibləyə tutmuşdun, yoxsa yox. Soruşmursan. Məsələ qayıdır əslə. Əsli müsəlmandır və salam. Hərdən əziz qardaşlar, eşitmişsiniz? Deyir, mən ət almıram deyir, namaz qılmayanla. Eşitmişsiniz? Ehtiyat eləyir. Sual, necə ehtiyatdır? Gözəldir yoxsa? Qardaşım, bir də deyirəm. Var, diqqətlə qulaq asırsınız, ət söhbəti maraqlıdır, hə? Ətdə ona görə. Ətdir ona görə. Yaxud tanıyıram, namaz qılmır. Ramazanda oruç tutmur, yiyir. Ət satır, qəssabdır. Mən ondan ət almıram. Mən şəxsən ehtiyat edirəm, düzdür? Misal olaraq deyirəm, yaxud sən. Bir qardaş gəlir, deyir ki, Emil gəlib, deyir ki, Rəşad, ət almırsın. Ət almaq olmaz filan kəsdən. Deyirəm, olar qardaşım, icazəlidir. Etiqad edirəm ki, almaq icazəlidir. Özüm, min bəbil vara, ehtiyat, öz dinim, öz əqidəm, öz Allahla tədeyyünüm baxımından mən ehtiyat edirəm. Ət almır. Vallahi mən ehtiyat edirəm. Yəni, mənim dinim hər şeydən deyir. Belə deyir. Bəzir. Əslində düzdür. Lakin bəzir. Mənim dinim hər şeydən qabaqdadır. Mən hər şey... Nəyə görə qardaşım, niyə özümü riskə atıram deyir. Risk. İndi bunu danışdırırsan, görüm, bu etiqadla nedir yoxsa? Danışdıranda deyir, ümumiyyətlə almaq da olmaz deyir. Sən alırsan deyir, Allah hidayət eləsin sənə. Amma Şeyx Fovzun nə deyir? Deyir ki, keçsinə biz yiyərik. Çünki İslam müsəlmanlar kesir, hətta orada şirk olsa belə, əməllərində bəzi şirk olsa belə, müsəlmanlar kestiğinə görə
onu o yeməyi tətbiqə gələndə Şeyx Fovzan kimi tətbiq eləmirlər. Amma bəzi fətvalarını götürüb şeyxin ondan istifadə edirlər. Ondan istifadə edib, Şeyx Fovzan deyir ki, namaz qılmayan kafirdir. Onu götürüb cənazəsində də qılmaq olmaz, nə bilim, kestiyi ətdə də yemək olmaz. Amma Şeyx Fovzan kestiyi əti yemək olmaz deyərək, amma özü deyir ki, bu sözü ki, getirsin, qoy biz yeyərik, onlar yeməsinlər. Siz bunu kimi tətbiq edirsiniz? Yox. Məsciddə cənazə gələndə Şeyx Fovzan özü sual veriləndə deyir, qılın. Məsciddə hansı ki, o ölkənin əhalisinin 70% cahildir falan filan. Məsciddə cənazə gəlir, deyir, qılın deyir. Siz Şeyx Fovzan kimi tətbiq eləmirsiniz axı. Sadəcə hiyləgərlik eləyib Şeyx Fovzanın adından istifadə edirsiniz. Şeyx Fovzanın bəzi fətvalarından istifadə edirsiniz. Bəzən olur ki, şeyxlər fətva verirlər, amma tətbiqə gələndə o fətvanı insanlar düz istifadə eləmirlər. Ona görə bu cür fətvalardan, rəylərdən istifadə eləyib insanlara azdırmaq istəyirlər. Aydındır ki, tutan qurbanı aparıb pirdə kəsəndə, pir üçündə, o şirk. Bəs orada Allah üçün kəsəndə o bidət yoxsa o şirk? O bidətdir. Məsələn, gedir pirdə kəsir, amamdır, bilmir. Elə bilir ki, apar pirdə kəsir, məsələn, Allah üçün olanda apar pirdə kəsmək lazımdır. Avamdır. Orada gedir, Allah üçün kəsir, bismillah, Allah üçün necə lazımdır hər şey. Hətta qibləyə çevirir. O ət haram deyil, it üçün. Kəssin o hansısa bir pirdə, orada onun üçün kəssin. Amma məsələn, kiməsə verəcəksə, onu bilmirsə, ki, orada niyyəti nə oldu, kəsməyin. Yəni, bilməyən o heç. Biz bilməyənlərdən danışmırıq, qardaşlar. Bilməyən üzürlüdür. Amma biz söhbət gedib biləndən. Bilməyən bu bilmir yetim, nə düşmüş üstünə. Şeyx, sual verən soruşur ki, hər yerdən ət alıb yemək olarmı? Ümumən hə. Ümumən hə. Təbii ki, indi əgər müsəlman ülkəsində yaşayırsan, ya xristiyan, ya və bunun kimi hər yandan ət alıb yeyə bilərsən. Bir dənə indi bilsən dəqiq ki, bu haramdır. Görsən, eşitsən dəqiq, zəndən ehtimallı yox. Düzü, ət məsələsi çox şişirdi bilər. Tohid-i rububiyyədən üstün ediblər. Tohid-i əsma-i və sifət daha əzəmətlidir. Şişirdi bilər. Xavariclər də bunu qəsdən eləyir. Çünki xavariclər səni vəhşi eləmək üçün, yəni insanlara qarşı nifrət eləmək üçün və s. Onların məktəbində bir neçə dənə məsələ var, qapı onlardan keçməlisən. Ən birinci, namaz qılmayan kafir görməlisən. Yəni, onlar bəhanə nəyə gətirirlər, xavariclər, şeytanlar? Onlar deyirlər ki, göy ki, birdən qəssab pirə gedən o deyir və ya məsələn, əhl-i beyti söyür, Peyğəmbər sallallahu aleyhi ve sellem və ya məsələn, birdən namaz qılmır, birdən belə, birdən. Bu bəhanədəmiz. O, sən kəsən də yemir. Və əlbəttə ki, sən kəsdiyi də yeməyəcək. O, namaz qılanlar kəsən də yemirlər. Onlar anladırlar bilməyənləri. Bizim arxamıza namaz qılmayacaq. Onlar deyirlər ki, yəni biz ancaq, biz bismillah deyirik, bismillah. Gəldi hakimiyyə. Bunun üçün, bu kalbasa zat söhbətlər hamısı var buna görədir. Lakin xavaric olan sonra bu qapıları keçəndən sonra ət, namaz qılmayan kafirdir, bütün yer, torpaq kafirdir. Olur vəhşi, agresiv olur, insanlara qarşı nifrət olur. Kafir, hamısını öldürmək istəyir. Allah razı olsun. Demək, qohum var, pirə gedir, orada qurban kəsir. Hədisləri, ayələri başa salmışıq, yenə dönmür. Bununla necə müamilə olunmalıdır? Heç də indi başa salın. Müamilə belədir ki, gedir, başa salın, gedir orada kəsir, amma Allah üçün kəsir orada. Bizdə çoxsu gedir, Allah üçün kəsirlər orada. Gedmirlər onun üçün. Demirlər, məsələn, tutaq ki, ət və kəsirlər başın. Deyirlər, bismillah. Elə deyil. Sadəcə bildir ki, yəni əməli düzgün deyil. Qurban kəsdirirsənsə, qəssabxanada kəsdir, lab yaxşı. Həm də qan nəcis daxı, gəlirsin qəbristandan nəcis tökülür orada, lazım deyil. Siz nəsə deyirsiniz? Bölgəyə gedirsən, yəni tanımadığın, amma əksəriyyət əhali
Yəni ət yemə məsələsi yəni ölkədən ölkəyə fərqlidir. Misal üçün, əgər Azərbaycan kimi yerdəsənsə, yəni heç bir çəkinmək lazım deyil. Harasa getdinsə, bismillah dinən ye əti. Hətta şübhə olsa belə. Hətta bax, Şeyx Fovzan Rahiməhullah, ona deyirlər ki, sual, bax, fətva. Deyirlər ki, bizə qonşu ölkədən ət gəlir. Və qonşu ölkədə də Allahdan qeyrisinə qurban kəsmək geniş yayılıb. Biz o ətləri yeyə bilərikmi? Deyir, bəli, yeyə bilərsiniz. Nə qədər ki, deyir, gözünlə görmürsən Allaha, Allahdan qeyrisinin adına kəsib, bismillah dinən ye. Haramlıq nə deməkdir bu məsələ? Yəni, bu məsələ ölkəyə qayıdır, zahirə qayıdır. Yəni, ölkə əhlinin zahiri nədirsə, müsəlmandırsa, sən o əti halalla yeyirsən. Yəni, səndə zahir odur ki, bu ölkə əhalisi müsəlmandır, onlar bismillah deyib kəsirlər. Zahirə qayıdırsan. Yəni, səndə qalib odur ki, əksər zən odur ki, səndə bizim ölkədə Allahın adına kəsirlər. Yolda durmuşdum, bir dənə misal üçün maşın saxladı. Çıxartdı belə sabahlarına ət verdi. Tanımıram eləmir, yoldan keçərdi. Soruşdum ki, bu nədir də? Deyir, heç nə qurban kəsmişəm, mən də götürdüm. Amma tanımıram eləmir, yəni o əti yemək oları. Yəni, tanımadığım bir adam. başa düşdüm. Biz müsəlman ölkəsində yaşayırıqsa, əhaliyə İslam müamiləsi aparırıqsa, qardaş, bir insan da, indi sən ona deyib, baxıb deyəməzsən, bu kafirdir. Bu müsəlman ölkəsində yaşayır, bu İslam ölkəsidir. Və əgər birisi nəsə ət verib eləsə, bismillah deyib yeyirsən. Yemə, qorxursan ki, birdən gəlib bismillahsız kəsər, yemə. O başqa şeydir. Sən deyirsən, mən qəssabdır, mən deyirəm, birdən ola bilər də bismillah deməsin. Sən demişkən, içən adam içəndə bismillah yadına düşür, yox, indi içib, gəlib ki, onu kəsir, satır. Elə adamlar çox deyir, kəsir, belə içkili halda kəsir, dükanlara paylayıb satırlar. Kafelərə paylayanlar var. Dedi ki, qardaş, mən onu tanıyıram, o qəssab alqaşın biridir. Gedib oradan ət almayın. İndi ehtiyat babını, piyanı vaxtı bismillah çətin yadına düşsün. Lakin əslən qaytarsan, bir insan İslam'a nisbət edir sözünü, sən artıq dayanırsan. Yəni, la ilha dedirsə, dayanırsan artıq. Artıq onun qanı malı sənə haramdır. İndi ondan sonra əməllər gəlir. Elə bir adam yoxdur ki, mən həyatda ümumiyyətlə belə bir insan təsəvvür olunmur ki, qardaş bayaq sual vermişdi, heç bir əməli yoxdur. Yəni, bu şahidət gətirsin, amma heç bir əməl eləməsin. Yəni, elə bir insan təsəvvür olunmur ki, səndə elə bir insan ola bilər, yəni bu insan öz İslam'a nisbət edir, heç bir dənə salih əməl eləməsin. Heç övladlarına da baxmayıb, qonşu yaşlıq eləməyib, yəni ancaq günahlar eləyib, elə insan təsəvvür olunmur. Elə insan onda iman yalancıdır, kəzzəbdir, münafiqdir, o diliylə deyir, əməlini eləmir ancaq. İnsan müsəlman olan kəs heç vaxt elə şey olmasın ki, o müsəlmanam desin, lakin heç bir dənə də salih əməl eləməsin. Bir dənə də. Elə bir insan təsəvvür olunur. Qardaş, orada o hadisdə La iləhə illallah axırıncı kəlməsi olduğuna görədir, yoxsa məsələn bir insan La iləhə illallah deyir, ondan sonra deyir bunu, amma başqa hər şey görür. Başqa hər şey görürsən, amma başqa əməllərini görmürsən, bütün yanındasan, yox. Nə bilsən, bəlkə başqa da bir yaxşı salih əməli var. İslam'a nisbət eləsə artıq sən dayanırsan da. Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Özünü İslam'a nisbət edən, lakin namaz qılmayan bir kişi. İslam hardadır? Namazsız İslam olar, o namaz qılmırsa müsəlman olmaz. Bəli, Allah sizi qorusun. Bəs onun kəsdiyi heyvanın ətini yemək caizdirmi? Xeyr, xeyr. Onun kəsdiyi heyvanın ətini yemək caiz deyil və onun heç bir hörməti yoxdur. Əgər o namazı qəsdən tərk edirsə, bu qeyri-müsəlmandır və onun kəsdiyi heyvan halal olmaz. Bəli. Bəli, əgər biz Səudi Ərəbistandan başqa bu məsələlərə əhəmiyyət verməyən bir ölkədə olsaydıq, o zaman deyərdik ki, heyvanı kəsənin kəsimi halal olan kəslərdən olduğunu bilməyimiz mütləqdir. Əgər onun kəsimi halal olan kəslərdən olduğunu bilməsək, o ətin yeyilməsi halal olmaz. O, müşriklərin kəsdiyi heyvanlar haqqında soruşur və deyir, onlar bəzən bəzi kəsim məntəqələrində işləyirlər. Bizə onların kəsdiyi heyvanların ətindən yemək caizdirmi? Qeyri-müsəlmanın kəsdiyi heyvanı yemək caiz deyildir. Yalnız kitab əhlinin kəsdiyi heyvanlar istisnasıdır. Yahudinin və xristiyanın kəsdiyi heyvan icazəlidir, mübahdır. Bütpərəstlərin və Allahın Cəllə və Ələ varlığını inkar edənlər və onların bənzərlərinin kəsdiyi heyvana gəldikdə isə, onların kəsdiyi heyvanlar halal deyildi.
Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Sual verən deyir, kitab əhlindən olmayan kafirin kəsim zamanı Allahın adını çəksə belə, kəsdiyi heyvanın hökmü nədir? Haramdır və leşdir. Hətta onun üzərinə Allahın adını çəksə belə, kitab əhlindən olmayan kafirin kəsdiyi heyvan elm əhlinin icması ilə haramdır. Çünki o, yalancı müşrik olduğu üçün üzərində Allahın adını çəksə belə, bəli, onun kəsdiyi heyvan nəcisdir, necə ki, o nəcisdir, bəli.